Salam, hər vaxtınız xeyir olsun. Bugün mən sizə DİM-in 2025-ci ildə çıxan test toplusunun ikinci hissəsindən olan sitologiyaya aid sualların izahını verəcəm. Deməli, gəlin başlayaq birinci sualdan. Yunancadan fokos sözünün mənası udmaq deməkdir. İkinci, mitos sözünün Yunan dilindən tərcüməsi sap deməkdir. Üçüncü, xondrion sözünün Yunan dilindən tərcüməsi dən-dənəvər. Dən-dənəvər B variantındadır. Dördüncü, sitos sözünün Yunan dilindən tərcüməsi hüceyrə deməkdir. Beşinci, lizis sözünün Yunan dilindən tərcüməsi həll edirəm. Membran sözünün Latın dilindən tərcüməsi dəri, örtük, dəricik deməkdir. 7. Huk aşağıdakılardan hansını tədqiq edərkən hüceyrə terminini işlətmişdir? Huk ilk dəfə olaraq palıdın mantar qatına baxmışdı və orada olan arı şanına bənzər gözcükləri hüceyrə adlandırmışdı. Cavab mantardır. Sonra 8. Sentriollar zülalların sintezində iştirak edirlər. Yanlış fikirdir. B variantı. Nuklein turşularının parçalanmasına kömək edirlər. Xeyr. C variantı. Hüceyrənin bölünməsində iştirak edirlər. Bəli, bu ifadə doğru ifadədir. Deməli, C variantı. 9. Xarici mühitlə və qonşu hüceyrələrlə bilavasitə qarşılıqlı əlaqəni təmin edir. Bu qılafdır. Sonra yağların və karbohidratların sintezi gedir. Golgi aparatında və hamar endoplazmatik şəbəkədə gedə bilər. 11. Həyat fəaliyyətləri üçün zəruri olan zülallar sintez olunur. Zülal sintezi edən organoid ribosomdur. Ribosom Golgi kompleksi. Golgi kompleksində zülal sintez olunur. Ona görə yanlışdır. Nüvəcik və endoplazmatik şəbəkə. Bu da yanlışdır, çünki endoplazmatik şəbəkədə hamar formasında zülal sintez olunmur. Burada isə formasını yazmayıb. Sonra ribosomda və lizosomda. Lizosomda da sintez olunmur. Mitoxondri və plastiddə bəli, sintez olunur. Çünki hər ikisinin daxilində özünün ribosomları var. Bu da zülal sintezini həyata keçirə bilir. 12-ci suala baxaq. Membransız hüceyrə strukturları. Membransız hüceyrə strukturlarına aiddir nüvəcik, ribosom və hüceyrə mərkəzi. Variantlara baxaq. Burada nüvə, mitoxondri və plastidlər yanlışdır. Aid deyil. Ribosom, hüceyrə mərkəzi və nüvəcik. Bu da yanlışdır, doğrudur, bu ifadə doğrudur. Lizosom, Golgi aparatı, endoplazmatik şəbəkədə bunların membranları var. Polisom, hərəkət orqanoidləri, nüvənin iki membranlıdır. Vakol, ribosom və mitoxondri. Ribosomun yoxdur, amma mitoxondri və vakolların membranı var. Bir membranlı hüceyrə strukturlarına aiddir. Deməli, rizosomlar, Golgi aparatı və endoplazmatik şəbəkə. Ona görə D variantı doğru cavabdır. Hüceyrədə ən çox karbon qazından hansı orqanoidlər istifadə edirlər? Bunlara aiddir xloroplastlar, çünki qeyri-üzvü maddələrdən su və karbon qazından üzvü maddə və oksigen sintez edirlər. Buna görə cavab C. Ali bitki hüceyrəsində olmur. Ali bitki hüceyrəsində olmayan hüceyrə mərkəzidir. Çünki ibtidai bitkilərdə və heyvanlar aləmində olur hüceyrə mərkəzi. 16. Sərbəst oksigen əmələ gətirə bilər. Ribosom, xromoplast, lizosom, mitoxondri və xloroplast. Cavab xloroplastdır. 17. Hüceyrəyə daxil olan oksigenin çox hissəsini işlədən orqanoid mitoxondridir. Çünki hüceyrə tənəffüsünü həyata keçirir mitoxondri. Buna görə daha çox oksigen istifadə edir. Sonra 18-ci sual. Heyvan orqanizmində hüceyrə tənəffüsünü təmin edən quruluş və orqanoid, az öncə qeyd etdiyim kimi, bu mitoxondridir. 19. Hansı hüceyrə ən sadə quruluşa malikdir?
Variantlarda bizə hüceyrənin quruluş vahidi kimi biz deyirik ki, hüceyrə sitoplazma, nüvə və qılafdan ibarətdir. Bunlarda içərisində məsələn prokaryotlarda nüvə yox idi, qılaf və sitoplazma var idi. Ona görə bu canlılardan biz bakteriyanı götürə bilərik. İnvizor tərlik heyvanlar aləminə aiddir. Amöb heyvanlar aləminə aiddir. Streptokok bakteriyadır. Leykozit və yumurta hüceyrə də heyvanlar aləminə aid hüceyrələrdir. Lakin streptokok C variantında bakteriyadır. Bakteriyalarda nüvə yoxdur. 20. Lizosomlar formalaşır. Lizosomlar Golgi aparatının qovuqcuqlarında formalaşırdı. Burada da Golgi kompleksi yazılıb B variantında. 21. Bitki hüceyrəsinin ikiyə bölünmə yolu ilə çox olan orqanoidləri. İkiyə bölünmə yolu ilə çox olan mitoxondri və plastitlərdir. Deməli, burada variant xloroplast və mitoxondrilər D variantında. Sonra 22-ci sual. Bitki hüceyrəsinin nuklein turşularının sintezini həyata keçirən orqanoidlər. Golgi kompleksi lizosom A deyil. Xloroplast və mitoxondrilər. Bəli, bu keçirə bilər. Çünki həm demişdik ki, xloroplastın həm də mitoxondrin daxilində RNT və DNT-si var. 23. Yunan mənşəli karyon sözünün tərcüməsi latınca nukleus deməkdir. Nüvədir mənası. Hüceyrənin inkişaf vahidi olmasını ilk dəfə sübut etdi Karl Baer. Heyvan hüceyrəsində iki hissəcikdən ibarətdir. İki hissəcikdən ibarət olan ribosomlar və hüceyrə mərkəzidir. Ribosomlarda böyük hissə və kiçik hissə və böyük hissəsi var. Lakin hüceyrə mərkəzində ikisi də bir-birinə eyni ölçüdə və bir-birinə perpendikulyar idi. Buna görə hüceyrə mərkəzi ribosom və hüceyrə mərkəzidir cavabımız. 26. Hüceyrədə müxtəlif ölçülü iki hissəcikdən təşkil olunmuşdur. Qeyd etdiyim kimi ribosomdur bunun cavabı. Ribosom. 27. Bir-birinə perpendikulyar yerləşmiş iki cisimcikdən ibarətdir. Bu da hüceyrə mərkəzidir. Cavabımız B variantı. Sonra bütün canlı hüceyrələrdə olan strukturlar. Canlılarda olan struktur ribosomdur. Çünki həm bakteriyalar aləmində, göbələklər, bitkilər və heyvanlar aləmində ribosom var. Ən qədim orqanoiddir. 29. Hüceyrənin hansı orqanoidi hesabına plazmatik membranın təzələnməsi prosesi baş verir? Golgi kompleksi cavabımız. 30. Dənəvər endoplazmatik şəbəkə üçün yanlışdır. Kanal və boşluqlarının membranında çoxlu miqdarda ribosomlara rast gəlinir. Doğrudur. Mitoxondri olan hüceyrələrdə təsadüf olunmur. Bu yanlış fikirdir. Bir membranlı hüceyrə strukturudur. Doğrudur. Zülal sintezində iştirak edir. Doğrudur. Bakteriyalarda təsadüf olunmur. Bəli, doğrudur. Amma bu B variantındakı ifadə yanlışdır. Həm prokaryot, həm də eukaryotlara xasdır. DNT, mitoxondri, xeyr, membranlı orqanoidlər yoxdur. Prokaryot. Bitki hüceyrəsində karbohidratların sintezi və toplanması müvafiq olaraq baş verir. Karbohidratların sintezi xloroplastlarda gedir. Çünki karbon qazı və sudan üzvü maddə hazırlayırlar. Ancaq toplanması olaraq leykoplastlarda. B variantı. 33. ATF sintez olunur mitoxondrilərdə. Bir də xloroplastlarda da sintez olunur. Sadəcə burada mitoxondri verdiyi üçün cavabımız B variantı. Qranlar xloroplastın membranının yaslaşmış strukturudur. Krista isə mitoxondrinin daxili membranının qırışlı çıxıntısıdır. B variantı. Hüceyrənin ən qədim orqanoidlərindən biri. Burada qamçıdır. D variantı. Hüceyrənin ən qədim strukturu mitoxondri deyil, lizosom deyil, xloroplast, Golgi aparatı, xromosom. Xromosomdur. Çünki prokaryotlarda bu membranlı orqanoidlər yox idi, lakin xromosomu var idi halqa şəkillə.
38. Hüceyrədaxili həzm prosesini həyata keçirən orqanoidin, yəni söhbət lizosomdan gedir. Formalaşdığı bir membranlı orqanoid Golgi kompleksidir. Karyon sözünün Yunan dilindən tərcüməsi nüvə deməkdir. Nukleus sözünün Latın dilindən tərcüməsi bu da nüvə deməkdir. 41. Qeyd edilən orqanoidlərdən quruluşuna görə xloroplastlara daha çox oxşar olan burada A variantı sentriol, xeyr, B ribosom, xeyr, çünki bunlar membransız orqanoiddir. Hüceyrə mərkəzi, lizosomlar, bunlar aid deyil, mitoxondriya aiddir, çünki mitoxondriya 2 membranlıdır. Sonra qeyd edilən orqanoidlərdən quruluşuna görə mitoxondriyalara çox oxşar olan bu sualın əksidir. Burada da xloroplastlardır. Cavab C variantı. Sonra 43-cü sual. Xlorofili canlılar aləminin neçə nümayəndəsində təsadüf edilir? Xlorofili bakteriyalar aləmində var idi. Siyanobakteriyalarda, çünki fotosintez edirdilər. Sonra heyvanlarda, bir hüceyrəlilərdə var və bitkilərdə. Ona görə 3 aləmin nümayəndəsində var. Sonra 44-cü. Bitki orqanizmində hüceyrə tənəffüsünü təmin edən struktur və orqanoid. Hüceyrə tənəffüsünü təmin edən orqanoid mitoxondriyadır. Cavab B variantı. 45-ci sual. Hansı canlılarda hüceyrə divarına rast gəlinir? İlk öncə yadda saxlayaq ki, hüceyrə divarına rast gəldiyimiz canlı aləmin nümayəndələri bakteriyalardır, bitkilərdir və göbələklərdir. Biz buradan bakteriya, göbələk və bitkini seçməliyik. Parmeliya canlısı şibyədir və şibyənin tərkibində həm bakteriya ola bilər, həm yosun, yəni bitkilər aləmi ola bilər, həm də göbələklər mütləqdir. Ona görə bu doğrudur. Hüceyrə divarına rast gəlinir. Laminariya yosundur, bitkilər aləminə aiddir, ona görə aiddir. Siyanobakteriya bakteriyalar aləminə aiddir. Plevrakok da yosundur, ona görə hüceyrə divarı onlarda var. Ancaq amöba isə heyvanlar aləminə aiddir, onların hüceyrə divarı nazikdir. Hüceyrə divarı adlanmır, qilqəkaliks adlanır. Ona görə 1, 2, 3 və 4. Cavab C variantı. 46. Laboratoriyada bir hüceyrəni mikroskopla araşdıran bir tələbə onun eukaryot bir canlıya aid olduğu qənaətinə gəlir. Yəni nüvəsi var. Buna səbəb aşağıdakılardan hansı ola bilər? İrsi materiala malik olmaq. Bunu biz hamısını aid edə bilmərik eukaryotlara, çünki prokaryot orqanizmlərdə də xromosom var. Xromosom da irsi materialı ötürən hissədir. Ona görə bu deyil. 2 lipid cərgəsinə malik orqanoidin olması. Bəli, bu fikir doğrudur. Çünki biz dedik ki, qeyd etdim ki, membranlı orqanoidlər yalnız eukaryotlarda var idi. Prokaryotlarda yox idi. Ona görə 46-da B variantı. Digər variantlara da baxaq. C variantında deyir ki, transkripsiya prosesinin sitoplazmada getməsi. Bu bakteriyalara aiddir, yəni prokaryotlara. Membransız orqanoida malik olmaq. Bu membransız orqanoida malik olmaq həm prokaryotlara aiddir, həm eukaryotlara. Ona görə bunu tam olaraq aydınlaşdıra bilmərik bu variantla. Hərəkət orqanoidlə malik olmaq həm bakteriyalarda qamçılı hərəkət var, həm də eukaryotlarda. Ona görə bu da səhvdir. Cavab B variantıdır. 47-ci sual. Bir hüceyrəlilərin yalnız bir qismində rast gəlinir. A variantı sitoplazmaya. Sitoplazma istər bir hüceyrəli, istər çox hüceyrəli. Bütün canlılarda var. Ona görə bu deyil. Plazmatik membranla bütün canlılara xasdır. Ribosom ən qədim orqanoiddir və bütün canlılara xasdır. DNT bir hüceyrəlilərin yalnız bir qismində xeyr, çünki çox hüceyrəlilərdə də var. Ancaq hüceyrə divarı ola bilər. Çünki bir hüceyrəlilərdə, məsələn, bakteriyalarda hüceyrə divarı var. Göbələklərin bir hüceyrəli nümayəndələrində, bitkilərin bir hüceyrəli nümayəndələrində var. Ancaq heyvanların bir hüceyrəli nümayəndələrində hüceyrə divarı yoxdur. Ona görə Y variantı. 48. Anabolizm prosesini həyata keçirməyən hüceyrə orqanoidi. Anabolizm odur ki, sadə birləşmələrdən mürəkkəb üzvü birləşmənin əmələ gəlməsi, yəni sintez reaksiyalarına getməsidir. Biz burada sintez reaksiyasını aparan yox, parçalayan, yəni dissimilasiyanı nəzərdə tutur.
Ribosom zülal sintez eləyir. Golgi kompleksi, məsələn, yağların və karbohidratların sintezi. Mitoxondri daxilində ribosom var, zülal sintezini həyata keçirir, öz zülalını. Endoplazmatik şəbəkə həmçinin üzvü maddə sintez eləyir. Lakin lizosom isə daha çox parçalayır fermentləri və yaxud iri molekulu birləşmələri. Ona görə burada cavab Y variantıdır. Rəngli cisim nədən ibarətdir? Rəngli cisim sözünün mənası xromosom deməkdir. Xromosom. Xromo, rəng, soma, bədən deməkdir, yəni cisim deməkdir. Rəngli cisim, xromosomun mənası aid tərkibi daxildə DNT və histon zülallarından. Cavab A variantı. 50-ci sual. Ekariot bir hüceyrələrdə amin turşularının zülallarda ardıcıllığı haqda məlumat əsasən hansı strukturlarda saxlanılır? Bu nüvədə saxlanılır. Cavab A. 51. Canlı orqanizmlərin 4 aləminin hamısında rast gələn orqanoid hansıdır? Ribosom. Çünki ribosom bütün canlı aləmdə var. 52. Hansı orqanoid fəaliyyəti zamanı ən çox karbon qazı buraxır? Hüceyrə tənəffüsünü yerinə yetirən mitoxondridir. Çünki o zaman tənəffüs zamanı karbon qazı xarici mühitə buraxır. 53. Ribosom hansı maddələrdən ibarətdir? Ribosomun tərkib hissəsi RNT və zülaldır. Ribosom RNT-si və zülaldan təşkil olunur. Buna görə cavab D variantı. Dördüncü sual. Fagositozda iştirak edən bir membranlı hüceyrə orqanoidi. Bu lizosomdur. Çünki fagositoz iri hissəciklərin hüceyrə daxilinə alınıb həzm edilməsi prosesi idi. Lizosom bu prosesdə iştirak edir. 55. Fəaliyyəti zamanı ən çox oksigen ifraz edən orqanoid. Mitoxondrinin əksinə çalışan xloroplastdır. Çünki xloroplast karbon qazı və sudan oksigen və karbohidrat sintez eləyirdi. Sonra 56. Həqiqi ölçüsü göstərilmiş canlının Anton van Leeuwenhoek öz mikroskopunda maksimum hansı ölçüdə görə bilərdi? Deməli, cismin həqiqi ölçüsü verilib 0,5 nanometr. Anton van Leeuwenhoekun həqiqi ölçüsü 0,5 nanometrdir və Anton van Leeuwenhoekun mikroskopu cismi 270 dəfə böyüdürdü. Yəni, mikroskopun böyütmə dərəcəsi 270-ə bərabərdir. Və maksimum hansı ölçüdə, yəni görünən ölçünü soruşur. Düsturumuz belədir. Mikroskopun böyütmə dərəcəsi bərabərdir şəkil ölçüsü bölünsün faktiki ölçü. Və yaxud bunu belə də yaza bilərik. Mikroskopun böyütmə dərəcəsi bərabərdir görünən ölçü bölünsün həqiqi ölçüyə. Bizə burada həqiqi ölçünü verib və mikroskopun böyütmə dərəcəsini də verib. Görünən ölçünü soruşur, yəni şəklin ölçüsü. Ona görə də görünən ölçü həqiqi ölçü vurulsun mikroskopun böyütmə dərəcəsinə bərabərdir. Buradan da görünən ölçünü tapırıq ki, 0,5 vurulsun 270 nanometrə. Cavab 135 nanometr. C variantı. Sonra 57-ci sualda heyvan hüceyrələrində membransız orqanoid hüceyrə daxili həzmdə iştirak edir. Səhv fikirdir. Çünki lizosom hüceyrə daxili həzmdə iştirak edir və onun da bir membranı var. Sonra B variantı. Hərəkət orqanoidinə rast gəlmək olar. Bəli, heyvan hüceyrələrində 4 növ hərəkət orqanoidinə rast gəlinir. Qamçı, miofibril, sonra kiprik və yalançı ayaq. Hər biri var. Bu doğru ifadədir, B variantı. C variantını deyil. Əksər iki membranlı orqanoidlər irsiyyat daşıyıcısına malik deyil. Xeyr, bu yanlış fikirdir. D variantı. ATF sintezidən orqanoidlər özünü törədə bilmir. Yanlışdır. Çünki həm xloroplast, həm də mitoxondrilər özünü törədə bilir.
Y. Həm xloroplast, həm də mitoxondrium matriksə malikdir. Xeyr, bu yanlışdır. Çünki xloroplastın daxili adlanırdı stroma, mitoxondriyanın daxili isə matriks adlanırdı. Deməli, cavabımız B variantıdır. 58. Şəkildəki orqanoid üçün doğru fikri müəyyən edin. Şəkildə göstərilən bu orqanoid Golgi kompleksidir. Boşluqlar kanallardan və qovuqcuqlardan, içində olan qovuqcuqlardan təşkil olunub. Deyir, dənəvər və hamar tipləri var. Bu aid deyil. İkiyə bölünmə yolu ilə çoxala bilmir. Bəli, çoxala bilmirlər. Çünki ikiyə bölünmə yolu ilə çoxalanlar mitoxondri və xloroplastlardır. Cavab B variantı. 59. Ən qədim xlorofilli orqanizmlər siyanobakteriyalardır. Bunlar da göy yaşıl yosunlara aiddir. 60. Hüceyrə daxili həzm prosesini həyata keçirir lizosom. Sonra 61-ci sual. Hüceyrə mərkəzi hüceyrə daxilindəki osmotik təzyiqin nizamlanmasında iştirak edir. Bu yanlış fikirdir. B variantı. Maddələr mübadiləsi məhsullarının ifrazını təmin edir. Xeyr, yanlışdır. C variantı hüceyrələrin çoxalmasında iştirak edir. Bəli, bu doğrudur. 62. Fagositoz göstərilərdən hansı üçün səciyyəvidir? Fagositoz heyvanlar aləmində olur. Bitki hüceyrələrində olmaz. Göy yaşıl yosunlar, bakteriyalarda olmaz. Heyvan hüceyrələri. Cavab C variantı. 63. Hüceyrə nəzəriyyəsinin əsas müddəalarına aid edilə bilməz. İrsi dəyişkənliklər xromosom və genlərə toxunur. Belə bir nəzəriyyədə belə bir ifadə yox idi. Ona görə cavab A variantı. Digərlərinə baxaq. Hüceyrə bütün orqanizmlərin inkişafının və quruluşunun əsas vahididir. Bəli, bu ifadə var idi. Hətta hüceyrə nəzəriyyəsinin birinci müddəası da belə idi. C variantında hüceyrələr bölünməklə çoxalır. Doğrudur. D variantı bütün çox hüceyrəli və bir hüceyrəli orqanizmlərin hüceyrələri öz quruluşuna görə oxşardır. Bu da doğru fikirdir. Y variantı istənilən çox hüceyrəli orqanizmin inkişafı hüceyrədən başlayır. Bəli, bu da doğrudur və müddəada var. 64-cü sual. Bakteriyalar barəsində doğru olmayan mülahisə. Bakteriya hüceyrəsi fermentlərin və bioloji fəal maddələrin zəngin dəstinə malikdir. Bəli, bu ifadə doğrudur, çünki bakteriyalarda ribosom olduğuna görə fermentlərin sintezi mümkündür. B variantı. Bakteriyada sitoplazmaya möhkəm yapışan plazmatik membran vardır. Doğrudur. C variantı. Bakteriyada DNT bir xromosomda yerləşir halqa formasındadır. Bu da doğru fikirdir. D variantı. Bakteriyada hüceyrə orqanoidlərinin bir çoxu yoxdur. Doğrudur. Çünki membranlı orqanoidlər yox idi bakteriyada. Y variantı. Bakteriyalar cinsi yolla çox sürətlə çoxalır. Bu səhv fikirdir. Bakteriyalarda sadə bölünmə yolu ilə hər 20-30 dəqiqədən bir bölünərək çoxalırdılar. 65-ci sual. Uyğunlaşdırmadır. Bizdən soruşur ki, birinci və ikinci terminlər arasında mövcud əlaqə tipinin üçüncü və dördüncü terminlər arasında saxlandığını nəzərə alaraq çatışmayan dördüncü termini müəyyən edin. Hüceyrə mərkəzi verib bir də və hüceyrə mərkəzi bölünməyə xidmət eləyir. 3. Ribosom. Ribosomun da funksiyası zülal sintez etməkdir. Deməli, baxırıq variantlara. Zülalın biosintezi. Y variantı. 66-cı sual. Birinci və ikinci terminlər arasında mövcud əlaqə tipinin üçüncü və dördüncü terminlər arasında saxlandığını nəzərə alaraq çatışmayan termini müəyyən edin. Mitoxondrilərin daxilində kristlər var, xloroplastların daxilində qranlar. Deməli, baxaq variantlara. Qranlar B variantındadır. 66-cı sualda cavab B variantı. 67. Eukaryot orqanizmdə, yəni nüvəli orqanizmdə həm transkripsiya, həm də translyasiya prosesi gedə bilər. Bu proseslər xloroplastlarda və mitoxondrilərdə gedə bilər. Variantlarda xloroplast yoxdur, amma mitoxondri D variantında var. 68. Bakteriyalar üçün verilən müddəalardan hansı doğrudur?
həyatın hüceyrəsiz formalarıdır. Yanlışdır. Bu viruslara aiddir. Nüvə pərdəsi, ribosom, plazid, hüceyrə mərkəzi olmayan bir hüceyrəli orqanizmlərdir. Bunlar doğrudur, yoxdur, amma ribosomu var. Ona görə bu ifadə də yanlışdır. C variantında yalnız başqa bir orqanizmin hüceyrəsinə düşdükdə canlı xüsusiyyəti göstərən parazit orqanizmlərdir. Yanlışdır. O viruslara aiddir. D variantı həlqəvi xromosoma, mitoxondri və ribosoma malik bir hüceyrəli orqanizmlərdir. Bakteriyalarda mitoxondri yoxdur, ona görə bu ifadə də yanlışdır. Y. Plastid, mitoxondri və formalaşmış nüvəsi olmayan bir hüceyrəli orqanizmlərdir. Bəli, bu doğru fikirdir. Cavab Y variantı. 69. Lizosomların həzmedici xüsusiyyətə malik olan fermentləri harada formalaşır? Lizosomların özünün formalaşması Golgi kompleksində gedir. Lakin fermentləri dənəvər endoplazmatik şəbəkədə formalaşır. Cavab A variantı. 70. Prokaryotlarda ola bilər. Lizosomlar, ribosomlar, xeyr, lizosom yoxdur. Ona görə A variantı getdi. B variantı da getdi. Ribosom, xlorofil, ribosom denti. Bəli, var. C variantı. Digərlərində membranlı orqanoidlər olduğuna görə o variantlar aid deyil. 71-ci sual. Hüceyrədə olan karbon qazının çox hissəsini hansı orqanoidlər istifadə edir? Xloroplastlar. Çünki onlar üzvü maddə hazırlayır. B variantı. 72-ci suala baxaq. Golgi kompleksi haqqında verilmiş mülahizələrdən hansı səhvdir? Kanal və boşluqlarında lizosomlar formalaşır. Bu doğru fikirdir. B variantı. Kanalcıqlarının ucunda qovuqcuqlar əmələ gəlir. Bəli. C. Plazmatik membranın təzələnməsində iştirak edir. Bu da doğrudur. Membranlardan üzərində ribosomlar yerləşir. Bu yanlışdır. Çünki ribosomlar dənəvər endoplazmatik şəbəkənin membranları üzərində yerləşə bilər. Golgi kompleksində